فَمَا جَزَاءُ مُؤْمِنٌ فَقِيرٌ يَصْبِرُ عَلَى فَقْرِهِ. Peyğəmbər o mömin ki, kasıbçılığına səbr eləyir, onun əcri nədir? Onun mükafatı nədir? Bəziləri başqa cür deyirdi. Deyirlər ki, Peyğəmbər, bizim imkanlılar kimi pulumuz yoxdur həccə getməyə, sədəqə verməyə, məscid təmir eləməyə. Demək, Allah Taala yanında bizim əcrimiz azdır, bizim mükafatımız azdır. Bizim də pulumuz olsaydı həccə gedərdik. Pulumuz olsaydı kasıblara əl tutardıq. Pulumuz olsaydı məscid təmir edərdik. Pulumuz olmadığından bizim əcrimiz də azdır. Həzrəti Peyğəmbər cavab verir, buyurur ki, İnnə fil cənnəti qurfətun. Cənnətdə bir otaq var, cənnətdə bir ev var. Min yaqutin həmrəun. Qırmızı yaqutdandır. Min yaqutin həmrəun. Qırmızı yaqutdandır. Yənzuru əhlil cənnə. Cənnət əhli o həmin evə baxır, o həmin evlərə baxır. Görəsən Allah Taala kimə nəsib eləyəcək, o evlərdə kimlər qalacaq, o evlərin sakinləri kimlərdir? Yənzuru əhlil cənnət iləyhə. Cənnət əhli o evlərə tərəf baxır. Kəma yənzuru əhlil ərd ilən nücumis səmə. Necə ki, yer əhli göydəki ulduzlara baxır, cənnət əhli də elə cənnətdə o həmin qırmızı yaqutdan olan evlərə baxır. Peyğəmbər buyurur ki, Lə yədxulu fiyhə illa nəbiyyun fəqirun. O evlərə daxil olmayacaq, yalnız o şəxslər daxil olacaq. Kimlər? Nəbiyyun fəqirun, kasıb peyğəmbərlər. Nəbiyyun fəqirun, fəqir peyğəmbərlər daxil olacaq. Au şəhidun fəqirun, yaxud fəqir şəhidlər. Elə onsuz da şəhidlərin böyük əksəriyyəti fəqir ailələrdəndir, kasıb ailələrdəndir. Peyğəmbər buyurur ki, fəqir şəhidlər o evlərə daxil olacaqlar. Au mu'minun fəqirun, fəqir möminlər həmin evlərə daxil olacaqlar. Yəni, Allah Taala cənnətdə xüsusi bir kasıblar üçün imtiyazlar qərar verib, xüsusi bir